Hər kəsə salam. Bugün mən çox ləzzətli, tez hazırlanan, ən əsası dadı mükəmməl olan salat reseptini sizinlə paylaşıram. Salata lazım olan ərzaqlar toyuq filesi, yumurta, xiyar, qarğıdalı, mayonez, şüy, duz, istiotdur. Ərzaqların miqdarını videonun altında qeyd edəcəm. Ərzaqların hər birini xırda kub şəklində doğramışam. Duz, istiot ağız dadına görə əlavə olunur. Sonda 4-5 yemək qaşığı mayonez əlavə edib qarışdırıram və həmin anda süfrəyə servis edilib yeyilə bilər. Evə qonaq gəldiyi zaman tez hazırlaya biləcəyiniz və ən əsası ləzzətli bir salat reseptidir. Əgər siz də bəyəndinizsə, şərh bölümündə fikirlərinizi mənimlə paylaşmağı unutmayın. Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.